Ağcabədi Bələdiyyəsi çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq dekabrın 1-də Həsən Əliyev küçəsi ilə keçmiş Etibar İsmailov, hazırki Əlağa Şıxlinski küçəsinin kəsişməsində yeni piyada körpüsünün inşasını uğurla başa çatdırıb. Layihənin əsas məqsədi ərazidə yaşayan sakinlərin, xüsusilə də məktəblilərin hərəkət təhlükəsizliyini təmin etmək, eləcə də gündəlik gediş-gəlişi daha rahat və təhlükəsiz formada təşkil etmək olub. Körpü müasir standartlara uyğun inşa olunub, ətraf ərazilərdə zəruri abadlıq və səliqə səhman işləri həyata keçirilib. Bu mühüm infrastruktur layihəsi sakinlər tərəfindən yüksək qiymətləndirilib və bələdiyyənin əhali üçün xidmət sahəsində ardıcıl fəaliyyətinin növbəti göstəricisi kimi dəyərləndirilib. Bu körpü heç keçiş körpü deyildi. Taxta qoyulmuşdu. Buradan uşaqlar, məni kimi ağsaqqallar keçə bilmirdi. Vallahi neçə dəfə buradan uşaq yıxıldı, böyük yıxıldı. Mən özüm şəxsən gəlib bu çəli ilə buradan keçməyə, Allah kömək olsun, cavan uşaqlar gəlirdi. Hamısı mənim qoluna tuturdu ki, baba, gəsəri qoluna tutaq keçirək. Ağcabədi Bələdiyyəsi bu ki, xeyirxah iş görüb. Belə bir körpü salır. Allah onun ölənlərə rəhmət eləsin, özünə də can sağlığı versin. Bu hamının ürəyindən keçən bir arzudur. Bu küçəyə ki, belə bu körpünü saldırıb, bütün burada keçənlər hamısına alqış eləyir. Allah Ağcabədi Bələdiyyəsinə kömək olsun, onun canı sağ eləsin, nə qədər bizim küçəyə daş tökdürüb. Yenə həmin bələdiyyənin hesabınadır. Hara baxırsan, az-çox bələdiyyənin fəaliyyəti görüşür. Allah ona kömək olsun, Allah ona ömür versin. İşindən uğurlar arzulayıram. Burada gördüğünüz körpü son 3-4 gündə qoyulubdur. Mən burada 3 sənə sakiniyəm, 10 ildən artıq ki burada yaşayıram. Yəni belə bir şey yox idi. Uşaqlar məktəbə gedib gələndə əziyyət çəkirlər. Taxtadan körpü vardı, yəni heç kim keçə bilmirdi. Sağ olsun Ağcabədi Bələdiyyəsi, Allah kömək olsun. Yəni bunu sakinlər üçün, əhali üçün, uşaqlar üçün, körpülər üçün düzəldikdir, hazır eləyibdir. Allah razı olsun. Yəni son vaxtlar Ağcabədi Bələdiyyəsi çox gözəl işlər görür, çox belə deyim də, lazım olan işlərin hamısını əhali üçün eləyirlər. Allah razı olsun, çox sağ olsunlar. Bundan əlavə qeyd olunan tarixdə Ağcabədi Bələdiyyəsi tərəfindən Şənlik kəndinin bir sıra küçələrində geniş miqyaslı abadlaşdırma və təmizlik tədbirləri də həyata keçirilib. Görülən işlər çərçivəsində məişət tullantılarının vaxtında yığılması və ərazidən daşınması təmin edilib, küçələrdə uzun müddətdir yığılıb qalmış dağıntı materialları, yararsız əşyalar və digər tullantılar xüsusi texnika vasitəsilə tam şəkildə təmizlənib. Bir sözlə, Şənlik kəndində aparılan işlər nəticəsində kəndin yol kənarlarında və məhəllələrində ümumi sanitariya vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, tullantıların idarə olunması üzrə müəyyən edilmiş qrafikə tam riayət edilməsi, formalaşdırılan daha səliqəli və gigiyenik mühit sakinlərin məişət rahatlığının artırılmasına xidmət edir. Ağcabədi Bələdiyyəsindən bildirilib ki, bundan sonra da vətəndaşların tələbatına uyğun olaraq yaşayış sahələrinin yaxşılaşdırılması, təhlükəsizliyin və sanitariya vəziyyətinin yüksəldilməsi istiqamətində layihələrin icrası ardıcıl şəkildə davam etdiriləcəkdir. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi İnternet televiziyası üçün.